Değerli izləyicilər, sizi kanalımdan salamlayıram. Bugün kənd çolpasından çox ləzzətli çığırtma hazırlamışam. Əvvəlcə çolpanı doğrayıb biraz su əlavə edirəm, bir burum qaynadıram. Düzdür, qaynatmasaq da olar. Onsuz da soğandaqla bir yerdə bişir. Amma hər ehtimala bir burum qaynadıram mən. Deməli, o qaynayana qədər çox qaynatmıram, çox həll bişirmirəm də. Bir burum qaynasa bəs eləyir. Daha sonra tavamıza kərə yağını əlavə eləyib soğanı soymuşam. Halqa aypara formasında nazik-nazik doğramışam. Yağı əlavə eləyəndən sonra soğanı da əlavə eləyirəm tavada. Biraz qovururam. Bizim burada soğanımız hardasa bir çolpaya 700-800 qram mən soğanla istifadə eləmişəm. Soğanı nə qədər bol olsa bir o qədər də dadlı olur. Belə baxanda çox görünür, amma bişə-bişə özünüz də görəcəksiniz ki, tam azaldı soğan. Soğanı da çox qızartmağa heç ehtiyac yoxdur. Aşqara soğan necə hazırlanır o formada. Yağda biraz qovrulandan sonra üzərinə hazır qaynamış çolpanı da əlavə eləyirəm. Daha sonra damaq dadınıza uyğun olaraq duzunu, istiotunu və biraz da sarı kök əlavə eləyib tavanın da qapağını örtürəm. Biraz soğanla çolpa bir yerdə qovrulsun, dadı bir-birinə keçsin. Görürsünüz, burada bişəndən sonra soğan tam azalıb. Yəni deməyim odur ki, soğan əvvəl çox görünə bilər, amma bişəndən sonra tam azalır. Əsl qədərində olur da, elə yaxşı olur, çox olmur. Hardasa mən deyirəm də 700-800 qram soğanla istifadə elədim. Daha sonra üzərinə 3 ədəd orta boylu pomidor, 2 ədəd də balaca biber doğramışam. Düzdür, əslində çığırtmaya biber doğramırlar, amma mən dada görə, yəni ağız dadına görə doğrasanız da olar, doğramasanız da. 2 ədəd də burada balaca biber doğramışam. Bunlar da bir yerdə qovrulandan sonra tam yağa düşür. Burada tam bütün tərəvəz, soğan, pomidor, biber də bişib tam azalıb. Yağa düşdükdən sonra 6 ədəd yumurtanı da üzərinə duz istiot əlavə edib çalıb yeməyimizin üzərindən əlavə edirəm və qarışdırmıram ki, çox belə qarışıb xəşil kimi səliqəsiz olmasın. Bu formada biraz qaşıqla yer edirəm. Yumurtanı üzərinə əlavə edəndən sonra qapağını qoyuram pişsin. Adətən mən çığırtmanı sobada hazırlayıram. Bu dəfə elə qazın üstündə tavada hazırladım. Fərqi yoxdur. Həm elə, həm sobada, həm qazın üstündə. Hər ikisi çox ləzzətli olur. Həqiqətən çox ləzzətli bir çığırtma alındı. Yəni kənd çolpasının çığırtmasının dadı başqa bir ləzzətli olur. Hazır olduqdan sonra servis edib süfrəyə verirəm. Bugünkü çığırtma deməli süfrədə plovla yeyilir. Mən burada lərcə plov da hazırlamışam. Plovun hazırlama qaydası kanalımda var. İstəsəniz buyurub baxa bilərsiniz. Çığırtmanı lərcə plov, mərcə plov, boş sadə düyü ilə plov, sarı köklü plov da hazırlasanız, hətta təndir çörəyi ilə belə plovsuz yemək çox ləzzət eləyir. İnşallah siz də hazırlayarsınız. Əgər bəyəndinizsə, zəhmətə dəyər verərək abunə olub bəyənmə düyməsinə toxunmağı unutmayın. Hələlik.